Radio Google. Cek kəndi. Cek Quba rayonunun Əlik kənd inzibati ərazi dairəsində kənddir. Kənd Quba şəhərinin 43 km cənub-qərbində, Baş-Qafqaz silsiləsinin yamacında, Qudyal çayın sahilində yerləşir. Şimaldan Qırız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalaxudat kəndləri ilə əhatə olunub. Cek sözü etnotoponimdir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Cek kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilib. Kəndin əhalisini Ceklilər təşkil edir. Ceklilər Azərbaycanın milli etnik nümayəndələridir. Ceklilərin ana dili Cek dilidir. 2019-cu ilin siyahıya alınmasına əsasən kənddə 200 nəfər əhali yaşayırdı. Cek kəndi çox qədim tarixə malik kəndlərdən biridir. 2011-ci ilin avqust ayında Xınalıq Dövlət Tarix Memarlıq və Etnografiya Qoruğunun Cek kəndinə aid ərazisində qədim yaşayış məntəqəsi və bir ədəd kurqan aşkarlanıb. Tapıntıların Tunc dövrünə, eramızdan əvvəl 3-2-ci minilliklərə aid olması ehtimal edilir. Kənd ərazisində 25-dən çox ziyarətgah, o cümlədən atəşpərəstliyin izlərini özündə əks etdirən atəşgah və 1000 ildən artıq yaşı olan Əbu Müslim məscidi yerləşir.